Salam əziz dostlar, AZSL-in tətbiq edəcəyi yeni yanaşmalarla bağlı sizi məlumatlandırmışdım. Bununla bağlı 2 xəbər paylaşmışdım. Həmin xəbərlərə ümumilikdə 600 mindən artıq baxış var. 10 minlərlə insan bu xəbəri paylaşıb, minlərlə insan şərh yazıb. Başqa şəxslər də, sosial şəbəkə istifadəçiləri, başqa şəxslər də belə bir xəbərlərə paylaşmışdı. Bu geniş rezonans doğurub həmin bu AZSL-in bu yeni qərarları, yəni iyulun 1-dən tətbiq olunacaq, eyni zamanda da iyulun 19-dan tətbiq olunacaq qərar. Həmin qərarlarla təkrar qayıtmaq istəmirəm, sizi yormaq istəmirəm. Artıq görünür, həmin xəbərləri mən AZSL-in sərt qərar kimi qərar başlığı adından vermişdim. Ancaq artıq AZSL deyəsən yeni qərarı geri oxumaq fikri var. Artıq bu dəfə deyəsən bir yumuşaq qərar qəbul edib. Bununla bağlı yeni bir açıqlama verib. Üçüncü bir açıqlamadır bu. İstəyirəm həmin açıqlama ilə sizi tanış edim. Bu açıqlamada biraz yumuşalma var, amma bəzi deməli tariflər dayandırılır. O kartlardan istifadə müddəti ilə bağlı yeni qərarda dəyişiklik edib. İstəyirəm həmin qərarla bağlı sizi olduğu kimi tanış edim. 19 iyun 2025-ci il tarixindən etibarən fakturasız sim xətt nömrələrində danışıq kartlarının istifadəsi ilə bağlı yeni yanaşma tətbiq ediləcək. AZSL-dən bildirilib ki, bu dəyişiklik çərçivəsində balansın mütəmadi şəkildə artırılması zərurəti aradan qaldırılır. Balansda yetərli vəsait olduğu halda tarif paketinin aylıq abunə haqqı balansdan avtomatik çıxılacaq və nömrə 30 gün müddətində iki tərəfli, bu müddətdən sonra isə 90 gün ərzində bir tərəfli, yəni müştəri ona gələn zəng və SMS-ləri qəbul edə biləcək. Bir tərəfli açıq qalmağa davam edəcək. AZSL-in bildirdiyinə görə yeni yanaşmanın üstünlüyü ondan ibarətdir ki, tarifin istifadə müddəti ərzində abunəçi xəttini iki tərəfli açıq saxlamaqla yanaşı, tarifinin dəqiqə və internetindən tam yararlana biləcək. Məsələn, 2 manatlıq istənilən tarif paketində abunəçiyə ödəniş müqabilində 25 dəqiqə şəbəkə daxili danışıq və 250 megabit internet təqdim olunacaq. Müqayisə üçün qeyd edilir ki, dəyişiklikdən öncə bu tariflərdən istifadə edən abunəçinin nömrəsinin 30 gün aktiv qalması üçün minimal 5 manat, daha uzun müddət üçün isə 10 manat, yəni 60 gün ərzində 10 manat və 90 gün üçün isə 25 manat yükləməsi tələb olunurdu. Elanda qeyd olunduğu kimi 1 iyul 2025-ci il tarixindən etibarən bütün nominallara, yəni 1 manatdan tutmuş 100 manata kimi yeni istifadə müddəti müəyyənləşdirilib. Lakin əvvəlki qaydalarda da olduğu kimi kartın istifadə müddəti bitdikdən sonra belə abunəçinin nömrəsi 90 gün ərzində bir tərəfli olaraq açıq qalacaq, yəni müştəri gələn zəngi və SMS-ləri qəbul edə biləcək. Bundan başqa, fakturasız sim xətt nömrələrinə aid bəzi tariflərə yeni qoşulmalar dayandırılacaq. Abunəçilər üçün daha əlverişli olan alternativ tarif paketlərini, məsələn, Supersən nəzərə alaraq aktuallığını itirməkdə olan AZSL, bölgə, gənc sim, sadə 6, Gəncol həftəlik, Gəncol 6 və Gəncol 9 tarif paketlərinə 1 iyul 2025-ci il tarixindən yeni qoşulmalar dayandırılacaq. O da qeyd olunur ki, dəyişiklik hazırda bu tariflərdən istifadə edən cari müştərilərə şamil olunmayacaq. 1 iyul 2025-ci il tarixinə kimi abunəçilər özləri bu paketlərdən imtina edib başqa tarifə keçid etməsələr, yuxarıda sözü gedən tarif paketlərindən istifadəyə davam edə biləcəklər.